Salam dostlar, hər vaxtınız xeyir. Abo işinə start verdik. Mən aboyu vuranda abo kleyini belə qaynaya kleyə tökürəm içinə. Baxın. Yəni buna 100 il garanti verirəm. Dünyanın su bassa da, yəni ev suyun içində qalsa da o aboyun qırağına bir çıxıl da arana bilməz də, yəni. Bir dənə axıra qədər fikir verin. Bunu eləyin. Bax, aboy kleyini tökürsən, ustalarımıza da ki, atın videonu görsün, bax belə eləsin də. Aboyu da qoyursunuz içinə. Aboyu da qoyursunuz içinə, qəşəng kleylə qarışıq bu bir buğum qaynayır. Bir buğum qaynayandan sonra, indi bu vedrə balacanı biraz böyüyünlə eləyərsiniz ki, aboy yerləşsin içinə. Bax, çövürürsünüz. Bir buğum bu kleyi ilə bərabər qaynayır. Ondan sonra difara vurursunuz. Bu açsa, nə bilim daha mənim sözüm yoxdur. 100 illə garanti verirəm. Yenə deyirəm, yəni evi su basa, hər yer dağılsa da aboy yerində qalacaq. Yəni qulağından bir sıkıntı da olsa aralanmayacaq. Baxın, öyrəndə görümü aparmayacağım ki, bir buğum yaxşı qaynadırsınız, sonra vurursunuz. 100% garanti. Bu videonu da atın ustamızlar görsün. Bu variantı eləsin. Qəşəng bir buğum qaynatsın, aboyu da tifarda kleyləməyə ehtiyacı yoxdur. Ondan sonra aboyu ilə promo yapışırsın, tifara gedəcək. Çox sağ olun, var olun, yenə deyirəm. Görümə baxın, aparmayacağım, baxın öyrənin.